Salam əziz şagirdlər. Növbəti video dərsimiz dördbucaqlar mövzusuna aiddir. 3 nöqtəsi bir düz xətt üzərində olmayan 4 nöqtənin ardıcıl birləşməsindən əmələ gələn fiqura dördbucaqlı deyilir. Dördbucaqlının 4 təpəsi, 4 tərəfi və 4 də bucağı var. Təpə nöqtələri əlifbanın böyük hərfləri ilə, tərəfləri əlifbanın kiçik hərfləri ilə, bucaqları isə Yunan əlifbasının hərfləri ilə işarə olunur. Alfa, beta, gamma və fi. Biz bilirik ki, ixtiyari çoxbucaqlının perimetri bütün tərəflərinin cəminə bərabərdir. Ona görə də A topla, B topla, C topla D-yə bərabər olacaq. Daha sonra dördbucaqlının daxili bucaqlarının cəmi bərabərdir 360 dərəcəyə. Eyni zamanda hər daxili bucağın xarici bucağı olduğunda nəzərə alsaq, alfa ştirik, beta ştirik, gamma ştirik və fi ştirik kimi işarə eləyək onları da. Alfa ştirik üstə gəl, beta ştirik üstə gəl, gamma ştirik üstə gəlinsin, fi ştirik. O da 360 dərəcədir. Bu daxili bucaqların cəmi, bu isə xarici bucaqların cəmi. İxtiyari dördbucaqlar üçün sahə düsturlarına baxaq. Əvvəlcə diaqonaldan danışaq. Qonşu olmayan iki təpə nöqtəni birləşdirən düz xətt parçasına dördbucaqlının diaqonalı deyilir. Əgər dördbucaqlının diaqonalları çəkilibdirsə və onlar arasında qalan bucaq verilibdirsə, ixtiyari dördbucaq üçün bu sahə düsturunu tətbiq eləyə bilərik. 2-də 1, D1 vurulsun, D2 vurulsun, sinus alfa. Bu alfa diaqonalların arasında qalan bucaqdır. Və yaxud da bir dördbucaqlının daxilinə çevrə çəkmək mümkündürsə, o zaman onun sahəsini belə bir düsturla tapmaq olar. Qarşı tərəflərin cəmini daxilinə çəkilmiş çevrənin radiusuna vurmaqla. Məsələn, radiusumuz R olsun, S bərabərdir, A topla C vurulsun R və yaxud da B topla D vurulsun R. Bunlar ixtiyari çoxbucaqlar üçün olan ödənilən sahə düsturlarıdır. Gəlin dördbucaqlının növlərinə baxaq. İlk əvvəl paraleloqramdan danışaq. Paraleloqram qarşı tərəfləri paralel və bərabər olan dördbucaqlıdır. A, B, C, D təpə nöqtələrini adlandıraq. AB tərəfi ilə CD tərəfi, BC tərəfi ilə isə AD tərəfi paraleldir. Bu tərəfə A verək, eyni zamanda burada A-ya bərabər olacaq B və B. A bucağına alfa, B bucağına beta. Yadınızda saxlayın ki, paraleloqramda qarşı bucaqlar, yəni A və C həmişə bir-birinə bərabərdir. Ona görə də burada alfa düşəcək. B bucağı ilə də D bucağı bir-birinə bərabərdir. Ona görə burada beta düşəcək. Və bir tərəfə bitişik istənilən iki daxili bucağın cəmi həmişə 180 dərəcəyə bərabərdir. A və B bucağı ola bilər, A və D, D və C fərqi yoxdur. İstənilən tərəfə bitişik tərəflərin, bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Perimetrimiz 2 dənə A və 2 dənə B-miz olduğuna görə 2 vurulsun A topla B düsturu ilə tapılır. Gəlin sahə düsturlarından danışaq. Birinci sahə düsturumuz, əgər bizim paraleloqramımızda iki tərəf və onlar arasında qalan bucaq verilibdirsə, o zaman sahəmiz tapılacaq A vurulsun, B vurulsun sinus alfa düsturu ilə. Əgər bizim paraleloqramımızda diaqonallar və arasında qalan bucaq verilibdirsə, o zaman istifadə olunacaq D1 vur, D2 bölü 2 vur sinus alfa ya da 2-də 1, D1, D2 vur sinus alfa. 3. Əgər tərəf ona çəkilən hündürlük verilibdirsə, olsun bura A tərəfi, bu da H. S bərabərdir, A vurulsun H və yaxud da bura B tərəfi olsun, buna HA, buna da HB adlandıraq. A vurulsun HA, B vurulsun HB-yə bərabərdir. Xüsusi hal olaraq əgər diaqonal və ona çəkilən hündürlük verilibdirsə, o zaman DHT düsturu ilə də tapmaq mümkündür. Diaqonal və ona çəkilən hündürlük verildiyi zaman bu sahə düsturundan da istifadə eləmək mümkündür. Gəlin danışaq paraleloqramın diaqonallarından.
Paralelogramın iki bərabər olmayan diaqonalı var. Diaqonallar kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Bu ilə bu, bununla bu bir-birinə bərabərdir. Bizim diaqonallarımız çıxdığı bucağın tən böləni deyil və 90 dərəcə altında kəsişmirlər. Bir də vurğulayıram. Tən bölən deyil və 90 dərəcə altında kəsişmirlər. Bura D1-dir, burada D2-dir. Perpendikulyar da deyirlər. Tən bölən də deyirlər. Diaqonalla tərəf arasında bir asıllıq düsturumuz var. D1-in kvadratı üstə gəlinsin, D2-in kvadratı bərabərdir. 2 vurulsun, A kvadratı üstə gəlinsin, B kvadratına. Bu, paralelogramın diaqonal və tərəf arasındakı asıllıq düsturuna bərabərdir. Daha sonra isə danışaq diaqonallardan sonra hündürlüyündən. Bir təpədən çıxan iki fərqli hündürlüyü var. Biri olsun HA, biri də olsun HB. Bu A tərəfinə, bu da B tərəfinə çəkilən. Hündürlük üçün xüsusi düsturu yoxdur. Sahə düsturu ilə əlaqələndirib, oradan hündürlüyü tapmaq mümkündür. Hündürlükdən sonra isə danışaq paralelogramın daxilinə və xaricinə çəkilmiş çevrənin radiuslarından. Biz bilirik ki, biz dördbucaqlının daxilinə çevrə çəkməkdən ötürü qarşı tərəflərinin cəmi, xaricinə çevrə çəkməkdən ötürü qarşı bucaqlarının cəmi bir-birinə bərabər olmalıdır. Paralelogram bu şərtlərin heç birini ödəmədiyinə görə onun nə daxilinə, nə də xaricinə çevrə çəkmək mümkün deyil və paralelogramın heç bir simmetriya oxu yoxdur, hansı ki, həmin ox üzrə qatladığımız zaman bütün nöqtələr üst-üstə düşsün. Paralelogramın simmetriya oxu yoxdur. Gəlin danışaq rombdan. Romb paralelogramın bütün tərəfləri bərabər olan xüsusi halıdır. Romb paralelogramın bütün tərəfləri bərabər olan xüsusi halıdır. A, bura alfa, eyni zamanda burada alfa, beta və bu da beta. A, B, C, D. Perimetrimiz uşaqlar 4A-ya bərabərdir. Yenə burada da bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir, digərində olduğu kimi. Daha sonra isə sahə düsturlarından danışaq. Əgər tərəf və aralarında qalan bucaq verilibdirsə, A kvadratı sinus alfa düsturundan istifadə olunur. Tərəf ona çəkilən hündürlük verilibdirsə, A vurulsun H düsturundan istifadə olunur. Əgər diaqonalları verilibdirsə, o zaman D1 vur D2 bölünsün 2 düsturundan istifadə olunacaq. Rombun diaqonallarından danışaq. Rombun iki bərabər olmayan diaqonalı var. Diaqonallar kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Eyni zamanda 90 dərəcə altında kəsişir. Bu D1, bu da D2. Çıxdığı bucağın tən bölənidir. Hər ikisi də çıxdığı bucağın tən böləni olacaq. Və diaqonal və tərəf arasında belə bir asıllıq düsturumuz var. D1-in kvadratı üstə gəl, D2-in kvadratı bərabərdir 4A kvadratına. Bu bizim diaqonalla tərəf arasındakı asıllıq düsturumuz. Rombun diaqonallarından danışanda onu bax bu formada çəkilini çəksəz, sizin üçün məsələləri həll eləyəndə daha asan olacaq. Əgər bu düsturu unutmusunuzsa, diaqonallar kəsişir və kəsmə nöqtəsində yarıya bölünür qaydasına, bir də burada düz bucaqlı üç bucaq alındığını nəzərə alsaz, Pifagor teoreminə əsasən də tərəfi oradan asanlıqla tapa bilərsiniz. Rombun bir hündürlüyü var və hündürlük A vurulsun H bərabərdir S düsturundan tapıla bilər və yaxud da buradakı bucaq verilibdirsə H bərabərdir A vurulsun sinus alfa ilə tapıla bilər. Bir də hündürlüyü tapmaqdan ötürü əgər diaqonallar verilibdirsə D1 vur D2 bölünsün kök altında D1-in kvadratı üstə gəl D2-nin kvadratı düsturundan istifadə eləyə bilərik. Bu, diaqonallar veriləndə hündürlüyün tapılması, bu tərəf arasında qalan bucaq veriləndə hündürlüyün tapılması. Rombun
Daxilinə və xaricinə çəkilmiş çevrənin radiuslarından danışaq. Qarşı tərəfləri bir-birinə bərabər olduğuna görə daxilinə çəkilmiş çevrənin radiusu var və çevrə var və radiusu hündürlüyün yarısıdır. Qarşı bucaqların cəmi bir-birinə bərabər olmadığına görə isə xaricə çəkilmiş çevrənin radiusu yoxdur. Ona görə də boş çoxluq adlandırılır. Rombun iki simmetri oxu var uşaqlar. Diaqonallarıdır. Baxın, diaqonalları boyunca əgər qatlasaz, bütün nöqtələr üst-üstə düşəcək. Daha sonra isə belə bir qeyd verəcəm sizə. Əgər bir rombun hər iti bucağı 60 dərəcədirsə, o zaman onun kiçik diaqonalı tərəfə bərabərdir. Böyük diaqonalı isə tərəfin köküç mislinə bərabərdir. Bunu qeyd olaraq yadınızda saxlayın. İsbatı da buradan diaqonal çəkildiyi zaman bərabər yanlı olur. Təpə bucağı 60-dırsa bərabər tərəfliyə keçir. Oradan alınacaq. Daha sonra rombdan sonra gəlirik düz bucaqlıya. Düz bucaqlı. Düz bucaqlı paralelogramın bütün bucaqları 90 dərəcə olan xüsusi halıdır. Bütün bucaqları 90 dərəcə, yəni perpendikulyar olan xüsusi halıdır. Bura A'dır, bura B'dir. Perimetrimiz 2A üstə gəlinsin 2B'dir. Zaten bucaqlarımız 90 olduğuna görə toplayanda 180 eləyir deməyə ehtiyac yoxdur. Sahə 2 düsturumuz var. Biri enini uzunluğuna vurmaqla məşhur sahə düsturumuz. İkinci isə D kvadratı bölünsün 2 vurulsun sinus alfa. Bəs deyirsiniz ki, müəllimə niyə burada D kvadratı yazdınız, D1 vurulsun, D2 yazmadınız? Çünki düz bucaqlının uşaqlar iki diaqonalı var və bir-birinə bərabərdir. Bu da D'dir, bu da D'dir. Kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür və diaqonalı tapmaqdan ötürü Pifaqor teoremindən istifadə eləyəsiyik. D kvadratı bərabərdir. A kvadratı üstə gəl B kvadratı. Məsəl üçün düz bucaqlının tutalım. Tərəfləri 3-dür, 4-dür və diaqonalını istəyir. Diaqonalını çəkdiyin zaman burada alınan üçbucaq bərabər tərəfli üçbucaq olur. Və bərabər tərəfli üçbucağın Pifaqor teoremini tətbiq eləsək, 3-ün kvadratı üstə gəlinsin 4-ün kvadratı bərabərdir 25-ə, yəni diaqonal da bərabərdir 5-ə. Düz bucaqlının daxilinə yox, lakin xaricinə çəkilmiş çevrənin mərkəzi var. Daxilinə çəkilmiş çevrənin mərkəzi boş çoxluqdur radiusu, xaricə çəkilmiş çevrənin radiusu isə diaqonalın yarısına bərabərdir. Diaqonalı bəzən özləri verəcək, bəzən də sizlərin tapşırmağını istəyəcək. İki simmetri oxu var. Tərəflərin ortalarından keçən perpendikulyar düz xətlər. Tərəflərin ortalarından keçən perpendikulyar düz xətlər. Daha sonra isə belə bir qeyd verəcəyim. Düz bucaqlıda və paralelogramda tənbölən çəkildiyi zaman orada bir üçbucaq əmələ gələcək. Baxın, bu tənböləndir, çəkdik. Alfa, alfa. Və bu tənbölən çəkildiyi zaman onun ayırdığı üçbucaq həmişə bərabər yanlı olur. Daxili çarpaz bucaqlara görə bura alfadırsa, burada alfadır qaydasına əsasən yadınızdan çıxartmayın. Bu həm düz bucaqlılarda, həm də ki paralelogram mövzusunda keçərlidir. Tənbölən çəkildiyi zaman ayırdığı üçbucaq nədir? Bərabər yanlıdır. İndi isə danışaq kvadratdan. Kvadrat həm paralelogramın, həm rombun, həm düz bucaqlının xüsusi halıdır. Bütün tərəfləri və bütün bucaqları bərabər olan paralelogramdır. Bütün tərəfləri bərabər olan düz bucaqlıdır. Bütün bucaqları 90 dərəcə olan isə rombdur. Perimetrimiz 4A-ya bərabərdir. Sahəmiz isə A kvadratına və yaxud da D kvadratı bölünsün 2-yə. Sinus olmayanları yadınızda saxlayın ki, onlar deməli 90 dərəcə olub ki, aralarındakı bucaq 90 olub ki, artıq sinus 90'ı yazmaq ehtiyacı duymayıb. Daha sonra kvadratın diaqonallarından danışaq. Kvadratın iki diaqonalı var. Bir-birinə bərabərdir. Çıxdığı bucağı yarıya bölür. 90 dərəcə altında kəsişir. Və orada düz bucaqlı üçbucağın qaydasına görə diaqonal A kökdə 2-yə bərabər olmuş olacaq. Və daha sonra kvadratın daxilinə və xaricinə çəkilmiş çevrənin radiuslarından danışaq. Daxilinə çəkilmiş çevrənin radiusu tərəfin yarısına, xaricə çəkilmiş çevrənin radiusu isə diaqonalın yarısına bərabərdir. Ona görə də A kök 2 bölü 2 1'i, A bölü 2 də 1'inə bərabərdir.
kvadratın 4 simmetri oxu var. Biri bu, digəri bu və digər ikisi də diagonalları. 4 simmetri oxumuz var. Daha sonra isə kvadratdan sonra gəlirik trapesiyaya. Trapeziya bunlardan fərqlidir. Yalnız iki tərəfi paralel olan dört bucaqlıya deyilir. A, B, C, D. AB ilə CD paralel və alfa, B, gamma, F. İxtiyari yan tərəfinə bitişik bucaqların cəmi həmişə 180 dərəcə olmalıdır. Gamma, F bərabərdir 180-a. Trapeziyanın iki növündən danışacağıq. Biri bərabər yanlı trapeziya. Biri isə düz bucaqlı trapeziya. Bərabər yanlı trapeziya yan tərəfləri və oturacağına bitişik bucaqları bərabər olan trapeziyadır. A, alfa, alfa. Yan tərəfləri və oturacağına bitişik bucaqları bir-birinə bərabərdir uşaqlar. Bərabər yanlı trapeziyada elə çox diqqət eləyəcəyim bir düsturu yoxdur. Daha sonra bərabər yanlı trapeziyada bizim belə bir xassəmiz var ki, yalnız bərabər yanlı trapeziyanın bir simmetriya oxu var. Normal trapeziyada simmetriya oxu yoxdur, lakin bərabər yanlı trapeziyada bir simmetriya oxu var. Bərabər yanlı trapeziyanın diagonalları bir-birinə bərabərdir. Məsəl üçün tutalım, bu diagonalı ilə bu diagonalı bir-birinə bərabər olmuş olacaq. Və diagonallarla bağlı onu da qeyd eləyək ki, əgər diagonalları bir-birinə perpendikulyardır şərtini verərsə, D1 perpendikulyardır. D2 şərtini ödədiyi zaman, o zaman bizim hündürlüyümüz uşaqlar A toplanılsın, B bölünsün 2-yə. Yəni orta xəttə bərabərdir bir sözlə. Bu arada trapeziyanın orta xəttindən danışaq uşaqlar. Orta xətt. Yan tərəflərin orta nöqtələrini birləşdirən və oturacaqlara paralel olan düz xətt parçasına orta xətt deyilir. Bu yan tərəfi və bu yan tərəfi orta nöqtəsini birləşdirən və oturacaqların paralel olan düz xətt parçasına orta xətt deyilir. Və orta xətt uşaqlar paralel olduğu tərəflərin cəminin yarısına bərabərdir. Bizim sahəmizin də ilk düsturu əslində orta xəttlə əlaqəlidir. Orta xətt vurulsun, hündürlüyümüz bizim sahə düsturumuzdur. Yəni A toplu B bölünsün 2 vurulsun H-a bərabərdir. Başqa bir diagonal sahə düsturu diagonaldan verilən D1 vur D2 bölü 2 sinus alfa düsturu ilə də biz trapeziyanın sahəsini tapa bilərik. Daha sonra uşaqlar, bizim bərabər yanlı trapeziyada belə bir şəkil çəkmək istəyirəm. Tez-tez qarşımıza çıxır. Hündürlük çəkdiyim zaman burada iki hissə alınır. Bax, bu hissə ilə bu hissə. Əgər bərabər yanlıdırsa bu trapeziya, onda bu hissə oturacaqların fərqinin yarısına bərabərdir. Bu hissə isə oturacaqların cəminin yarısına bərabər olmuş olacaq. Burada modulu ona görə qoydum ki, hansı tərəf böyük, hansı tərəf kiçikdir bilmirik. Ona görə də elə ixtiyari A-B yazdığım üçün modulda qeyd elədim ki, tərəf mənfi anlayış ödəyə bilməsin. Daha sonra bərabər yanlı trapeziyada başqa nə qarşımıza çıxa bilər uşaqlar? Diagonalın tapılmasını soruşar. Diagonalı tapmaqdan ötəri əvvəlcə hündürlük çəkməlisiniz, daha sonra diagonalı çəkməlisiniz. Və burada əmələ gələn düz bucaqlı, üç bucağa əsasən siz diagonalı oradan tapa bilərsiniz. Belə xüsusi özünün bir düsturu yoxdur ki, oradan biz diagonalı tapaq. Və bərabər yanlı trapeziyada hər tərəfdən hündürlük çəkdiyimiz zaman, bax, burada əmələ gələn bu balaca hissələr bizə nəyi verəcək? Həmişə oturacaqların fərqinin yarısını verəcək. Biri A topla B, yəni hər ikisi A çıxılsın B bölü 2, yəni oturacaqların fərqinin yarısına bərabər olacaq. Gəlin danışaq düz bucaqlı trapeziyadan. Düz bucaqlı trapeziyada bir yan tərəfinin oturacaqlara perpendikulyar olan trapeziyadır. Forma olaraq bu formadadır və
Böyük yan tərəfinə bitişik bucaqların cəmi də həmişə 180 dərəcədir. Perimetri bütün tərəflərinin cəmidir. Sahəsi oturacaqları cəminin yarısının hündürlüyə vurmaqla alınır. Burada hündürlük rolunu D tərəfi ödəyir. Daha sonra düz bucaqlı trapesiyanın diaqonalları ilə bağlı belə bir qeyd verək. Əgər onun diaqonalları bir-birinə perpendikulyardırsa, o zaman bizim hündürlüyümüz kök altında onların hasilinə bərabərdir. Yəni, bərabər yanlı trapesiyada ədəd ortasına bərabərdir. Düzbucaqlı trapesiyada isə həndəsi ortasına bərabər olacaq. Daha sonra trapesiya ilə bağlı belə bir şəkil verəcəm mən sizə. Yadınızda saxlayın. Bu ixtiyari bir düz xəttdir uşaqlar. Məsələn, N, A, B. Bura olsun. Bura olsun X, bura olsun M, burada olsun N. Bizim X A ilə B-yə paraleldir. O zaman X-i tapmaqdan ötürü biz nə edəcəyik uşaqlar? A-nı N-ə vurub, B-ni də M-ə vurub, aşağıda isə M-ni toplayırıq və onların nisbəti bizə trapesiyada ixtiyari paralelli düz xəttin tapılma qaydasını göstərir. Və yaxud da ki, uşaqlar, trapesiyada yadınızda saxlayın ki, diaqonallar çəkildiyi zaman orta xəttin bax bu hissədə qalan hissəsi oturacaqların fərqinin yarısıdır. Bax bu hissə, balaca bir hissə, oturacaqların fərqinin yarısıdır. Və trapesiyada uşaqlar diaqonal çəkildiyi zaman o orta xəttdə iki dənə o üç bucağa ayırdır. Məsəl üçün tutalım, bura M-dirsə bura 2M düşəcək. Bura N-dirsə bura 2N düşəcək. Ki, deməli, orta xətt, yəni yalnız trapesiyanın orta xətti deyil, eyni zamanda da üç bucağın da orta xətti sayılmış olacaq. İndi isə gəlin danışaq çox bucaqlılardan və çox bucaqlı üçün olan xassələrimizdən. Tərəflərinin sayı n olan çox bucaqlıya n bucaqlı deyilir. Biz bilməliyik, qabarıq n bucaqlının, bu arada çox bucaqlılar iki yerə ayrılır, qabarıq və çökük. Əgər hər hansısa bir tərəfdən düz xətt keçirdiyin zaman bütün nöqtələr bir tərəfdə yerləşirsə bu qabarıq, lakin hər iki tərəfdə yerləşirsə bu çökük çox bucaqlıdır. Qabarıq n bucaqlının bizim istifadə etdiyimiz qabarıq çox bucaqlılardır. Qabarıq n bucaqlının biz bilməliyik daxili, xarici bucaqlarının cəmini, diaqonallarının sayını, hansı düsturdan tapıldığına. Gəlin baxaq. Daxili bucaqlarımızın cəmi, daxili bucaqların cəmi həmişə 180 dərəcə vurulsun. M-2 düsturu ilə tapılır. 2. Xarici bucaqlarının cəmi isə istisnasız həmişə uşaqlar 360 dərəcədir. 360 dərəcədir. 3. Bir təpədən çıxan diaqonalların sayı. Bir təpədən çıxan diaqonalların sayı. Bir təpədən çıxan diaqonalların sayı uşaqlar n-3'dür. Bütün diaqonalların sayı isə n vurulsun, n çıx 3 bölünsün 2'dir. Və bir təpədən çıxan diaqonalın ayırdığı üç bucaqların sayı. N çıx 2. Məsəl üçün gəlin bir ulduz verək, nümunə verək. Qabarıq 10 bucaqlının daxili bucaqlarının cəmi olacaq 180 vurulsun 10-2. Yəni 180 vurulsun 8, 1440 eləyəcək. Və yaxud da ki, xarici bucaqlarının cəmi həmişə 360'dır zaten. Bir təpədən çıxan diaqonalların sayı 10 çıx 3, 7. Bütün diaqonalların sayı 10 vur 7 bölünsün 2, yəni 35. Ayırdığı üç bucaqların sayı isə 10 çıxılsın 2, yəni 8'ə bərabərdir. İndi isə düzgün çox bucaqlılardan danışaq. Düzgün çox bucaqlı bütün tərəfləri və bütün bucaqları bir-birinə bərabər olan çox bucaqlıdır. Və düzgün çox bucaqlının bir daxili bucağını tapmaqdan ötürü 180 dərəcə vurulsun n çıx 2 bölünsün n düsturundan istifadə olunur. Bir xarici bucağını
tapmaqdan ötürü isə 360 dərəcə bölünsün n düsturundan istifadə olunur. Bir xarici bucağı yox, tərəflərin sayı lazım olsa 360-ı o zaman bir xarici bucağına bölmək kifayətdir. Və yaxud da ki, uşaqlar nə etmək olar? O zaman bir daxili bucağı tapmaqdan ötürü bir xarici bucağı taparaq onun qonşu bucağına keçə bilərsiniz. Bu da sizin üçün daha səmərəli, daha tez bir zamanda həll olunan yol olacaqdır. Məsəl üçün xarici bucağı 30 dərəcə olan çox bucaqlının bir daxili bucağı neçədir? Xarici bucağı 30 dərəcədirsə, o zaman uşaqlar 360-ı bölürük 30-a. 360 daha doğrusu bizdən elə soruşmaz. Daha bir daxili bucağını necə soruşa bilər? Tərəflərinin sayı 10 olan çox bucaqlının bir daxili bucağını tapın. Tərəflərinin sayı 10-dursa 360-ı bölürük biz 10-a, yəni 36. Bir xarici bucağımız 36 dərəcədirsə, bir daxili bucağımız da 144 dərəcədir. Və yaxud da ki, aparıb onu burada n-in yerinə qoyaraq da hesablamaq mümkündür. Yəni 180 vurulsun, 10/2 bölünsün 10 şəklində də hesablamaq olar. Daha sonra isə danışaq nədən? Düzgün çoxbucaqlıda daxilə və xarici çəkilmiş çevrənin radiusları düsturlarından R bərabərdir A bölünsün 2 vurulsun. Sinus 180 dərəcə bölünsün n. Bu düzgün çoxbucaqlının daxilinə xaricinə çəkilmiş çevrənin radiusudur. Bu isə daxilinə çəkilmiş çevrənin radiusudur. Bölünsün n. İndi isə düzgün altıbucaqlıdan danışaq sizə. Düzgün altıbucaqlı. Düzgün altıbucaqlının bir daxili bucağı uşaqlar 120 dərəcədir. Bir xarici bucağı, bir daxili bucağı, bir xarici bucağı 60 dərəcədir. Bütün bir təpədən çıxan diagonal sayı, bir təpədən çıxan diagonalın sayı olacaqdır 6 çıxılsın 3. Bütün diagonallarının sayı olacaq 6 vurulsun 3 bölünsün 2, yəni 9. Bir təpədən çıxan diagonalın ayırdığı üç bucaqların sayı isə 4. Və düzgün altıbucaqlının böyük diagonalı 2a-ya bərabərdir. Kiçik diagonalı isə a kökdə 3-ə bərabər olacaq. Ona görə də böyük yer və kiçik yer, yəni xarici çəkilmiş çevrənin radiusu böyük diagonalının yarısıdır a. Daxilə çəkilmiş çevrənin radiusu kiçik diagonalının radiusudursa a kök 3 bölünsün 2 düsturu ilə tapılır. Perimetri 6a-ya bərabərdir. Sahəsi isə 6 dənə bərabər tərəfli üçbucağın sahəsini yadınızda saxlaya bilərsiniz. 6 vurulsun a kvadratı kök 3 bölünsün 4. İxtisarlarımızı eləsək 3 kökdə 3 a kvadratı bölünsün 2 düsturu ilə tapılır. Düzgün altıbucaqlının da xassələri bu qədər. Mövzumuz bitdi. Sağ olun.